Əsasən ayaqlarda ağrı, yorğunluq, qaşınma, şişkinlik yaradan, damarların qabarması və göyərməsi ilə özünü biruzə verən sağlamlıq problemi. Bu dəfə yaşamaq gözəldir də tibb üzrə fəlsəfə doktoru, Olimp Hospitalın fleboloq cərrahı doktor İsmail Əsgərov varikoz damarlarının yaranma səbəbləri, simptomları və müalicə üsullarından bəhs edəcək. Ayaqlarda varikoz damar xəstəliyi təkcə estetik deyil, həm də sağlamlıq problemidir. Varikoz xəstəliyi ayaqlarda çox kiçik kaplyarlardan iri qıvrım damarlara qədər təzahür edə bilir. Bu isə öz növbəsində qaralmalar, ayaqda şişkinlik, yaralar, bəzən də qanaxma və tromba qədər fəsadlaşa bilir. Biz varikoz xəstəliyinin həm müasir müalicəsindən, həm də profilaktikasından danışacağıq. Unutmayın, vaxtında müdaxilə sizi xilas edə bilər. Aysel Sabirin təqdimatında bizi izləyin. Tibb üzrə fəlsəfə doktoru, fleboloq cərrah İsmail Əsgərov Azərbaycan Tibb Universitetini bitirib. Fəaliyyəti dövründə Türkiyə, Qazaxıstan, İsveç, İtaliya, Latviya, Xorvatiya, Almaniya və digər ölkələrdə keçirilən beynəlxalq tibbi konqreslərdə, kurslarda iştirak edib. Prezident yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə şəkərli diabeti olan xəstələrdə aşağı ətraf venalarının varikoz xəstəliyinin müalicəsində endovenoz lazer ablasiya nəticələrinin optimallaşdırılması mövzusunda alimlik dərəcəsi verilmişdir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti, Baltik Fleboloqlar Cəmiyyəti yaraların menecmenti üzrə Avropa Assosiasiyasının üzvüdür. Bəli, Yaşamaq Gözəldir verilişinin ikinci hissəsi öz işinə başladı. Artıq anonslardan bəllidir ki, bugün biz varikozdan danışacağıq. Əziz izləyicilərimiz, diqqətiniz bizdə olsun. Ümumiyyətlə, cərrahiyə hazırlaşanlar, ümumiyyətlə, bu sizə lazımdırmı? Hər varikoz əməliyyat olunmalıdırmı? Çünki insanlarda belə bir psixologiya var da, əgər problem varsa dərhal cərrahi əməliyyatla bu problemi aradan qaldıraq. Ancaq bu həqiqətən belədirmi? Daha doğru cavabları təbii ki, bizim doktorumuz cavablandıracaq. Sizin də suallarınız varsa yaza bilərsiniz. Doktorumuz tibb üzrə fəlsəfə doktoru, fleboloq cərrah İsmail Əsgərovdur. Xoş gördük. Xoş gəlmişsiniz. Salam Aysel xanım. Minnətdaram ki, bizi də şərait yaradıb efirdə insanların maarifləndirilməsində bir kömək göstərirsiniz, dəstək göstərirsiniz. Siz sağ olun, çünki ən böyük dəstək sizdən gəlir. Mənim işim sual verməkdirsə, bu məsuliyyəti daşıyaraq cavablandıran şəxs sizsiniz. Və təbii ki, ən böyük məsuliyyəti icra etdiyiniz o əməliyyatlardır. Görün, nə qədər insan həqiqətən əziyyət çəkir, gəlir, bir ümidlə gəlirlər. Doğru ünvan axtarışında olanlar var hazırda. Hara gedim ki, bu problemimə bir çarə olsun. Görürsən, mən əməliyyat olmalıyammı? Görürsən, heç olmasa, çünki insanlar var ki, əməliyyat belə qorxusu var da, doktor, və yaxud yaşa görə var, hansısa xəstəliyə görə əməliyyata girə bilməyən şəxslər var ki, yəni müalicəsi varmı deyə düşünənlər də var. Bütün bu suallara aydınlıq gələcək bugün, əziz izləyicilərimiz. Xatırladım ki, doktorumuz Olimp Hospitalda çalışır. Ekranda artıq nömrələri biz sizə təqdim edirik. İndidən qeyd edin. Ünvanı yəqin ki, hər biriniz bilirsiniz, ancaq mən bir daha bir xatırlatma etmək istəyirəm. Olimp Hospital İnşaatçılar Prospekti 8/10 ünvanında yerləşir. Əlaqə nömrəsi yazılmaq üçün doktorun qəbulunda olub, həm sizi ilkin olaraq müayinə etsin, əməliyyat sizə lazımdır, lazım deyil qərarını özü versin və siz də məncə doktorun qərarına əməl etməlisiniz. Çünki bəzi vaxt pasiyentlər nədənsə əməliyyata təkid edir, doktorlar özü deyir ki, yəni bunun başqa bir yolu da var. Bunun üçün 070 660 01 11 nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Ancaq bir yaxşı xəbər də var ki, doktorumuz İsmail Əsgərov ayda bir dəfə Gəncədə pasiyent qəbul edir. Əziz Gəncəlilər və ümumiyyətlə Gəncəyə yaxın ərazidə yaşayan vətəndaşlar müraciət etmək üçün, müayinədən keçmək üçün 070 661 01 11 nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. İrəliləyən dəqiqələrdə bir də xatırlatma edəcəm sizlər üçün. Doktor, bugün varikozdan danışım. Mən istəyirəm sadə dildə izləyicilərimizə bir başa salaq ki, varikoz nədir? Və varikoz daha çox kimlərdə olur? İlkin əlaməti nədir? Çünki hər ayaqda görünən o damarları biz varikoz adlandıra bilərikmi? Varikoz xəstəliyi damarın ölçüsündən asılı olmayaraq, təbii burada vena damarından nəzərə tutulur.
damarın ölçüsündən asılı olmayaraq onun genişlənməsidir. Yəni bu çox kiçik kapillyarlar da ola bilər, böyük qıvrım damarlar şəklində də ola bilər. Bəzən isə bunların hər ikisi olmadan çox azdır, amma rast gələ bilirik. Sadəcə daxildə, içəridə varikoz xəstəliyini görə bilirik ki, bu daha çox bizi narahat edir. Çünki klinika görünmədən, üstdə olan əlamətlər bilinmədən xəstələr bəzən də bunun problem yoxdur kimi hesab edə bilir və belə olan halda onlar daha da gecikmiş mərhələdə müraciət edə bilir. Varikoz xəstəliyi bir damar xəstəliyi olmaqla eyni zamanda ayaqda yaralara, sağalmayan xoralara və tromba, bəzən də durduq yerdə hətta qanaxmalara qədər fəsadlaşa bilən bir vəziyyətdir. Varikoz xəstəliyinin mahiyyəti nədir? Ayağımızın arterial qan dövranı var, yəni ayağa qan gətirən damarlar var və həmin gəlmiş qanı aparan damarlarımız var. Varikoz xəstəliyi məhz həmin aparan damarların xəstəliyidir. Yəni qan gəlir, gələn qan qayıda bilmir, qalxa bilmir. Yekunda bu da ayaqda durğunluğa səbəb ola bilir. Baldırda, topuqda şişkinlik baş verə bilir. Bəzən dəridə bərkimə, qaralma, bayaq dediyim kimi yaralara qədər fəsadlaşa bilir. Bax, burada yaş öz sözünü göstərmir. Məsələn, varikoz gənclərdə mi daha çox olur, orta yaşlı insanlarda mı, yoxsa yaşlı nəsildə mi? Yəni, bunun bir məhdudiyyəti varmı ki, yox, belə bir şey yoxdur əslində? Əlbəttə, birbaşa təsiri var. Ümumiyyətlə, hər bir xəstəliyin əlamətlərinin biruzə verməsi üçün bir xəstəliyin özünün stajı var, bir də xəstənin stajı var. Məsəl üçün, 5 ildir mövcud olan bir xəstəlik 20 yaşında olan insanla 60 yaşında olan bir insanda klinik əlamətlər, yəni simptomlar fərqli olacaqdır. Eyni zamanda, bir xəstəlik 15 ildir varsa, bunun özü də 5 il misal üçün deyim, olan xəstəliyə nisbətdə daha fərqli əlamətlərlə təzahür edəcəkdir. Bizim ümumiyyətlə praktik olaraq 11 yaşında əməliyyat elədiyimiz xəstə də olubdur və ən yuxarı yaş olaraq 86 yaşında olan pasiyent olubdur. Yəni, müxtəlif yaş qruplarında, əlbəttə ki, cinsiyyətdə fərq etmədən, müxtəlif yaş qruplarında görə bilirik. Təbii, istər ədəbiyyatlarda, istərsə də praktik olaraq daha çox gördüyümüz qadınlarda üstünlük təşkil edir. Amma burada maraqlı bir nüans var. Qadınlarda varikoz xəstəliyi say etibarı ilə daha çox rast gəlinsə də, xəstəliyin fəsadları, hansı ki artıq yara önü və yaranın əmələ gəlməsi, cinsiyyət fərqi yoxdur. Hər ikisində eyni miqdarda rast gəlinə bilir. Doktor, dediniz 11 yaşında. 11 yaşında bir uşaqda varikoz niyə yaransın ki? Ümumiyyətlə, uşaqlarda varikoz xəstəliyi anlayışı əksər hallarda genetik qüsurların üzərində olur və tibbdə daha doğru desək, venoz malformasiya dediyimiz problemlər var, anadan gəlmə qüsur. Adətən bunda olur. Təəssüf ki, istər ölkəmizdə, istərsə də dünyada venoz malformasiyalarla bağlı bugünkü gün tibb elmi bir qədər yox, daha çox aciz qalır deyərdim. Çünki burada iç damar, dərin damarlar deyilik, o səviyyədə qüsur olur deyə, təəssüf ki, bir daha deyim, tibb elmi onu aradan qaldıra bilmir və aparılan əməliyyatlar, müdaxilələr, müalicələr radikal olmur. Yəni, xüsusən də bizim insanlarımız bir əməliyyatda bir dəfəlik nəticə axtarır. Və bu xəstələr isə dəfələrlə əməliyyata məruz qala biləcək bir xəstə kontingentidir. Ona görə də uşaqlarda venoz malformasiya dediyimiz qüsur, hətta bizim özümüz də o nüansdan qaçmağa çalışırıq. Çünki adətən üz güldürmür və adətən bu xəstələrə davamlı olaraq kompresyon corab geymək kimi bir məcburiyyət yaranır. Bizim qeyd etdiyimiz pasiyentin genetik olaraq, məsələn, mən onun nənəsində əməliyyat eləmişdim, anasında əməliyyat eləmişdim və övladını gətirəndə, uşağı gətirəndə müayinədə açıq-aşkar belə bir qüsur olduğunu aşkarladıq və xəstə adamı ona görə icazə verdi ki, çünki daha əvvəl onlar bu problemi yaşamışdılar. Məhz bu amilin özü də onu göstərir ki, bir sıra insanlar düşünür ki, varikoz xəstəliyi yalnız artıq çəkili insanlarda olur, uzun müddət ayaq üstə qalan olan insanlarda olur və ya ağır yük qaldıran insanlarda olur. Halbuki reallıq o deyil. Çünki bunların heç biri varikoz xəstəliyi üçün səbəb deyil, risk faktorlarıdır. Risk faktorları isə artıq bunun mövcud olan problemini müəyyən bir şəraitdə daha çox qabarmasına şərait yaratmış olur. Məsələn, bu uşaq
digər uşaqlarla birlikdə idman zalında olsaydı, Bəli. bunda klinik əlamətlər daha tez biruzə verərdi. O zaman valideyn düşünə bilərdi ki, bəli, Bu idmandan idmandan oldu. Bax, mənim tanıdığım bir doktor var. İndi adını çəkmirəm, bəlkə istəmir o problemi bilinsin. Yəni uzun, hardasa 42-45 yaş aralığındadır yaşı və bu yaşında idmana başlayıb. İdmana başlar-başlamaz doktor ayağında başlayıb həmin problemlər yaranmağa, indi dediyiniz o corablardan istifadə edir. Yəni birbaşa bunun idmanla əlaqəsi varmı? Yoxsa sizin dediyiniz kimi idman sadəcə bunu belə deyək də təkan verib bu problemin üzə çıxmağına? İdman mövcud problemin əlamətlərini daha tez biruzə verməsinə şərait yaradır. Bu da təbii, xüsusən də professional idmandan söhbət gedir. Məsələn, bizim 50 yaşında hamiləlik keçirtmiş və eyni zamanda hamiləlik keçirtməmiş də çox sayda əməliyyat edilmiş xanımlar var. Bu o demək deyil ki, hamiləlik bilavasitə varikozun səbəbidir. Sadəcə olaraq hamiləlik keçirtmişdə və hamiləlik sayı artdıqca və ya 2-3 olduqca daha erkən dövrdə bu əlamətlər özünü göstərir. Qeyd etdiyiniz məqam ki var, hansı ki idman etdi və daha çox gördü, burada artıq ikili bir motiv vardır. Məsələn, ola bilər ki, insan daha əvvəl ayaqlarına diqqət etməyibdi, indi daha çox onun ciddiyyətini alır və daha çox da onu belə deyək, gözünə çarpır, nəzərə çarpır, daha doğru desək. Amma sıradan adi digər vaxtlarda isə o buna diqqət etmədiyi məqamda isə o bunu görməyəcəkdir və ya eyni zamanda bəli, idman fonunda da daha çox xəstəliyin klinik əlamətləri biruzə verir və bundan da başqa idman fonunda ayağın qan dövranı ki artır, istər-istəməz bir tərləyir, isti bir idman zalı mühiti var və bunlar genişlənmiş damar görüntüsünü daha da qabarıq biruzə verə bilər. Məsələn, insan bir isti duş aldıqda belə göz damarlarımızın içində kapilyarlara qədər qızaracaqdır. Çünki istinin təsirindən də bir də genişlənmə bir mühiti formalaşır. Bunların da hər biri bayaq dediyiniz məqam üçün simptomların görünməsinə şərait yarada bilir. Mən istəyirəm söhbətimizin bu yerində bir də izləyicilərimizə xatırlatma edim. İsmail Əsgərov əziz izləyicilərimiz Olimp Hospitalda çalışır. İnşaatçılar prospekti 8/10 ünvanından söhbət gedir. Instagram səhifəsindən doktoru izləyə bilərsiniz, əməliyyatlarından, pasiyentlərindən. Çünki mən özüm məsələn hər hansı bir həkimə müraciət etməmişdən öncə mütləq onun pasiyentlərlə təmasda olmağı çox xoşlayıram. Çünki insan fikir alanda daha da ürəkli şəkildə müraciət edir. Doktor İsmail Əsgərov səhifəsi ekranda da təqdim edirik, doktorun Instagram səhifəsini. Qeydiyyatdan keçmək üçün isə 070 660 01 11 nömrəsi 724 aktivdir. Qeydiyyatdan keçin və yaxud ümumiyyətlə ola bilər probleminizlə bağlı müraciət etmək istəyirsiniz, yazın, sizə cavab veriləcək. Bölgədə yaşayan pasiyentlər, xüsusən də söhbət Gəncə ətrafı ərazilərdə yaşayanlardan gedir. Çünki doktorumuz ayda bir dəfə Gəncədə pasiyent qəbulu həyata keçirir. Bunun üçün isə digər nömrəni sizin nəzərinizə çatdırıram. 070 661 01 11 nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Gəncə, Gəncəbasar, Şəmkir, Gəncəyə yaxın olan digər bölgələr daha yaxşıdır da, yəni sizə yaxın ünvana gəlir doktor, bu fürsətdən yararlana bilərsiniz. Doktor, çox zamanda varikoz sadəcə ağrı ilə yox, estetik cəhətdən bu problemdən qurtarmaq istəyən insanlar müraciət edir. Onda deyək ki, yəni bu insan sadəcə görünüşdən narahat olub müraciət edir. Bu zaman bunun müalicəsi, ümumiyyətlə hansısa fəsadları varmı? Əgər ağrısızdırsa, yəni sadəcə ayaqda görünən o rənglər, hətta ona belə qəribə adlar da deyirlər, mən indi efirdə demək istəmirəm, diskomfort yaradırdı o insanlara. Ümumiyyətlə, bu və ya digər varikoza dair hər hansı əlamətlə müraciət edənlərdə biz ilk olaraq xəstədən soruşduğumuz budur. Səni bura gətirən nədir? Yəni, məsələn, mənə maraqlıdır. Bir insanın 50 yaşı var. Nə baş verdi ki, 50 yaşında günü bir gün qərar verdi ki, mən həkimə gedim. Digərinin də 25 yaşı var. Bu bizə niyə önəmlidir? Çünki xəstənin şikayətləri həqiqətənmi damara bağlıdır? Yoxsa kimdənsə eşitdimi bunun əsasında və ya bugün süni intellekt dövrüdür, onun əsasında mı qərar verdi? Ayaqda müxtəlif qıcolmalar ola bilər və ya tüklərin tökülməsi ola bilər, dəridə quruluq ola bilər, qaşınma ola bilər və s. Yaxud da ki, xəstə deyə bilər ki, bir ay bundan qabaq qəflətən ayağımda ağrı başladı. Yaxud da ki, diz oynağımda ağrı başladı. Çünki xəstənin dedikləri şikayətlər bizə xəstəliyə dair bir fikir formalaşdırmaqdan ötürü çox vacibdir. Eyni zamanda diaqnozu düzgün qoymaqdan ötürü çox vacibdir. Çünki pasiyent ayağında 3 dənə, 5 dənə kapilyar görə bilər və ya bəzən elə qabarıq, qıvrım damarlar görür ki, əslində bu estetik bir problem olur. Yəni, Doppler müayinə deyilən bir cihaz var.
müayinə üsulu var, ultrasəs müayinə. Biz hər zaman deyirik, Doppler ultrasəs bir həkimin görən gözüdür. Və bunun əsasında qərar verə bilir ki, daxildə, içəridə bir problemi var, yoxsa yoxdur. Məhz xəstənin şikayətləri də bu içəridəki problemlə nə dərəcədə uyğundur. Çünki bayaq dediyim kimi çox qabarıq damarlar ola bilər, heç bir sağlamlıq problemi olmaz. Halbuki xəstənin şikayəti var. Oturaq siniri dediyimiz ağrı var, beldən qaynaqlanan bir ağrı və ya digər hər hansı əzələ sinir ağrısı ola bilər, amma pasiyent bunu damarla əlaqələndirə bilir. Ona görə də pasiyentin müraciət səbəbi mütləq olaraq dinləyirik. Yəni, şikayətlərin nə vaxt başlaması dinlənilir, problemin şiddəti dinlənilir. Çünki ağrının kəskin olması, uzun müddətli olması, günün birinci yarısında, ikinci yarısında, nədən sonra daha da kəskinləşməsi, nədən sonra yüngülləşməsi. Bu detalların hər biri biraz öncə dediyiniz ayaqda damar gördü, bunlarla uyğundurmu və bu məqamda nə edək qərarına bilavasitə təsir göstərən amildir. Yəni, burada seçim əməliyyat olmaya da bilər. Təbii ki, siz qərar verirsiniz. Əlbəttə. Gəlin, icra etdiyiniz əməliyyatlardan danışaq. Çünki insanlara çox maraqlıdır. Mən əgər varikoz əməliyyatını edirəmsə, doktorun təbii ki, qərarı ilə yenidən təkrarlanma ehtimalı nə qədərdir? Ümumiyyətlə, əməliyyata göstəriş məsələsi tamamilə fərqli anlayışdır. Biz bir problemi 20 yaşında bir xanımda görüb əməliyyat lazımdır deyərik. 50 yaşında bir xanıma görüb də əməliyyat lazım deyil deyə bilərik. Halbuki, eyni həcmdə problemdən söhbət gedir. Çünki burada artıq xanımın yaşı, qarşıdakı həyat tərzi, biraz öncə qeyd etdiyimiz kimi hamiləlik planlaşdırıb-planlaşdırmaması, profesional bir idmanla, ağır fiziki işlərlə məşğul olub-olmaması, bu detalların hər biri nəzərə alınır və buna əsasında qərar verilir. Təəssüf ki, bugün bir çox hallarda görə bilirik, mən hər dəfə də bunu deyirəm, balaca bir klinikada, bir otaqda, əgər günə 25-30-a yaxın xəstəyə baxıb və bunların içərisində 2, 3, 4 bəzən əməliyyata göstəriş olub, əlində Doppler müayinə əsasında əməliyyat fikri üçün, əməliyyat qərarı üçün gəlib də əməliyyat lazım deyil xəstələrlə qarşılaşırıqsa, bu ümumən deyim təəssüf doğursa da, amma öz peşəmiz adınca, ixtisasımız adına nə xoş halımıza deyirik. Çünki müəyyən bir qrup insanları həqiqətən də əməliyyatsız əməliyyatdan xilas etmiş olarıq. Çünki göstərişləri düzgün təyin etməklə. Təbii. Və əməliyyat olaraq hansı metod tətbiq olunsun sual ortaya çıxanda, burada da biraz öncə qeyd etdiyim kimi, məhz Doppler müayinə dediyimiz ultrasəs müayinənin əsasında müəyyənləşdirilir ki, bu insanda əməliyyat zəruridirsə əgər, hansı metod tətbiq olunsun. Bugünkü gün ümumiyyətlə tibbdə bu cərrahi texnologiya iki qrupa bölünübdür. Klassik cərrahiyyə və müasir cərrahiyyə. Klassik cərrahiyyə faktiki olaraq istifadə olunmur. Hətta bir dəfəsində bizim bir məqaləmiz var idi İstanbulda bir təxminən 4-5 il öncə. Orada lazer əməliyyatı olunanlarla açıq əməliyyatlara dair bir müzakirə aparırdıq və onun bir elmi tədqiqatını edirdik. Orada bizə bir sual verdilər ki, doktor, çox yaxşı prezentasiya elədiniz, filan, nəticələr, bunlar hər şey bizi qane edir. Bəs niyə açıq əməliyyatla bağlı müzakirə edirsiniz və bunu müqayisə edirsiniz daha doğrusu? Biz acizanə qaldıq sual qarşısında. Əslində, orada müqayisə qrupu olub açıq əməliyyat etdiyimiz xəstələr dediklərimiz 2015-dən öncə idi. Çünki 2015-dən bəri artıq 11 ildir ki, biz yalnız lazer texnologiyasından istifadə edərək bu əməliyyatı edirik və bundan başqa təkcə lazer texnologiyasının lazer əməliyyatı deyil də minifilobektomiya dediyimiz əməliyyat növü var, exoskleroterapiya dediyimiz əməliyyat növü var. Yəni, müasir texnologiyalar tamamilə bir-birindən sadəcə olaraq indi efir qarşısında terminologiyanla deyəndə insanlar üçün bir yorucu gələ bilir. Ona görə sadəcə lazer desək, məncə daha kifayət edər, qənaət bəxş olacaqdır. Və bunların əsasında da hər bir xəstədə problemin kökünə uyğun radikal olaraq davranılır və aradan qaldırmaq mümkündür. Biraz öncə dediyiniz hansı ki təkrarlanmanın olub-olmama məqamı isə, burada artıq məqamlar dəyişir. Çünki burada birinci məsələ, əməliyyat öncəsi, müayinə zamanı birbaşa biz həkimə bağlı olan yanlışlıqlar ola bilir. Bu, əməliyyatdan öncə diaqnostik yanlışlıqlar deyə bilirik. Problemin kökü olaraq yanlış görə bilirik, damarın ölçüsü olaraq yanlış görə bilirik və ya bəzən xəstələr Doppler müayinə edəndə uzanıq pozisiyada müayinə olunur. Uzanıq pozisiyada damar ölçüləri daha kiçik ola bilir. Biz hətta şərti olaraq öz əlimiz üzərində görə bilirik. Əlimizi aşağı salladıqda damarlar daha çox qabarır, yuxarı qaldıqda daha da kiçilir. Pasiyent uzanıq vəziyyətdə müayinə olunur və damar ölçüsü, misal üçün yazılır ki 1 sm. Və əgər damar cərrahı, fleboloq özü xəstəni Doppler etmirsə və bu halda o ölçüyə istinad edirsə, o zaman lazer enerjisini
düzgün paylamaya bilir. Ona görə də istər əməliyyat önü problemin kökü olaraq və ya neçə damardan qaynaqlanması, tibdə perforant damarlar deyirik, köməkçi damarlar və s. bunların hər birini bir-bir detallı nəzərə almadıqda, bəli, bu artıq əməliyyat öncəsi diaqnostik olaraq yanlışlıqlar, bu da birbaşa əməliyyatın nəticəsinə təsir göstərir. Yaxud da ki, əməliyyat zamanı xəstənin çəkisi də nəzərə alınmalıdır. Bəzən damar divarında qalınlaşmanı açıq-aydın biz cihaz olaraq görə bilirik. Bəzən təəssüf olsun ki, əməliyyatlıq bir damara skleroterapiya dediyimiz bir kimyəvi üsul var, dərman var. Hansı ki, əməliyyatlıq damara əsla bunu etməzlər. Təəssüf olsun ki, bunu görə bilirik ki, kimyəvi terapiya aparılıb, bu zaman damar divarı qalınlaşır. Bəzən də bu xəstələrdə tromboflebit dediyimiz bir ağırlaşma var. Bu tromb olur, damarın içində tromb əriyir, divarda bir qalınlaşma olur və bunların hər biri artıq lazer əməliyyatı zamanı texnologiyanı, enerjini elə bərabər paylamaq lazımdır ki, onu nəzərə almaq lazımdır. Onu adekvat olaraq, optimal olaraq bağlaya bilsin. Əks halda damarın açılmasına təsir göstərə bilir. Bəzən də isə, bəli, xəstənin öz orqanizminə bağlı olan xüsusiyyətlər ola bilir. Məsələn, çanaqdan qaynaqlanan varikozlar ola bilir. Onları daha çox görə bilirik. Onlar da hər biri təkrarlamaya təsir göstərə bilər. Amma ümumilikdə tibb adına rəqəm o qədər azdır ki, bu yox deyə biləcəyimiz qədər azdır. Çox sağ olun doktor, çox maraqlıydı. Mən çox istəyərəm ki, bu elə mövzumuzun ardını qismət olsa növbəti dəfələrdə təkrarlayaq. Çünki həqiqətən suallar çox, vaxt isə azdır. Sizə təşəkkürümü bildirirəm. Bir daha xatırladıram. Doktor İsmail Əskərov, əziz izləyicilərimiz, Alimp Hospitalda çalışır. İnşaatçılar prospekti 8-10 ünvanından söhbət gedir. Əlaqə nömrəsi 070-660-0111. Gəncədə ayda bir dəfə qəbul, pasiyent qəbulu həyata keçirir doktor. Bu qəbulda iştirak etmək üçün isə 070-661-0111 nömrələri vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Doktoruma təşəkkürümü bildirirəm. Bugün çox maraqlı bir efirimiz oldu. Bir-birindən fərqli iki mövzu müzakirə etdik. Sabah görüşmək ümidi ilə çalışın ki, sağlamlığınızın qeydinə qalın.